Bugün bizim qarşımızda duran ən mühüm məsələ Azərbaycanın məhz bu bölgəsində, Qərbi Azərbaycanda olan ədəbi mühit, təhsil mühiti necə idi? Problem oradadır. Yəni biz ola bilər ki, özümüzü dünyaya yaxşı tanıtmamışıq. O cür Fərux müəllim adlarını sadalayırıq, böyük insanları biz tanıtmamışıq. Və bu tanıtmamaq onların gördüyü işləri də kölgədə qoyubdur. Amma bəli, təbii Şamaxıda, Qubada, digər Azərbaycan bölgələrində zaman-zaman vaxtı gəldi, açıldı. Amma İrəvan mərkəzi şəhər idi. Həm də bizim indi bugün, necə deyərlər, yaralı yerimizdir. Bizim işğalda olan torpaqlarımızda məhz ona görə ora fokuslanırıq. Yoxsa ümumi Azərbaycanda həm də Fərux müəllim dedi də, axı gərək dövlətin gücü olsun, ordusu olsun, xəzinəsi güclü olsun ki, bunu da, onu da edə bilsin. Bir Tağıyevin pulu vardı, o da eləyirdi də. Nə vardı, eləyirdi, nə bacardı. Bütün qonaqlar onun evində qarşılıyor. Hökumət təzə qurulmuşdu. Məsələn, Nəriman Nərimanovu o oxutmuşdu Odessada. Yəni, bu Azərbaycan xalqının canında olub, mədrəsə təhsili görüblər. Amma məhz bugün bizim üçün Qərbi Azərbaycan bölgəsi və İrəvan məxsusən maraqlı, çox maraqlı və çox problemli bir söhbət olduğu üçün biz İrəvanda təhsildən, Qərbi Azərbaycanda təhsildən danışıq.